Salam dostlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam və yeni güllər almışam. İstəyirəm ki, onlar da çəkim, sizlə paylaşım. Deməli, mən birinci başlayım bu təsbih gülündən. Bunun məndə sadə forması vardı, amma bu variqat olanıdır. Baxın. Mən istəyirəm ki, bu məndə o biri forması da var. İstəyirəm ikisini bir yerə əkim. Qəşəng fərqli böyüsünlər orada. Həm yer çox tutmasın, həm də ki, məncə qəşəng görsənərlər. Sonra belə bir Hoya sortu almışam. Bu yarpaqları belə fərqlidir. Çox bəyəndim. Və bunun qabını mən dəyişməyəcəm. Çünki qabı özünə görə yaxşıdır. Həm də hoyalar kiçik qabda böyüməyi xoşlayırlar. Sonra bu qədir ağacı balaca formasıdır. Baxın. Amma çox qəşəngdir. Ağ qabda əkəcəm bunu mən. 2 dənə də buradan budağı var. Fərqli bir gül. Yəni bu otaqda qalan güldür. Yəni bu məncə o qədər də işıq fərq etməz buna. Elə bir şəraitdə də böyüyən güldür. Sonra belə bir gül də almışam. Bunun yenə məndə sadə yarpaqlı olanı var, amma belə biri yox idi. Və qabı da doludur, maşallah, qəşəngdir. Yəni belə görünüş baxımından çox qəşəng görsənir. Sonra belə bir sansevieria aldım. Və bunun qabını da mən dəyişəcəm. Bir də bəyənmədiyim bu ağ hissələr oldu. Əgər sadə olanı olsaydı eləsini götürərdim, amma başqa rəngdə olanlar da vardı. Amma nəsə mən bu ağı bəyəndim. Bunu da götürdüm. Fərqli bir güldür. Sonra və çoxdan da axtardığım güllərdən bu süd kaktusunun bu rəngi. Məndə yenə sadə rəngdə olanı vardı. Belə rəngli forması yox idi və bu da balaca qabda olsa da çoxlu budaqları var. Hamısı da sağlamdır. Murka da buradadır. Murka. O da buradadır. Sonra yenə belə bir sansevieria da almışam. Bunu da yenə yarpağın bu hissəsi sadə olanı məndə vardı. Belə biri yox idi və bu da yolda biraz belə yəqin ki aşıb eləyib, bu formaya düşüb, amma onsuz da dəyişəcəm qabın bu günə, sabaha. Elə qalmayacaq. Sonra sizə göstərim. Belə bir fikus da almışam. Məndə bu fikusdan vardı. Yəqin ki videolarda görmüşdünüz. Sonra mən bunu çıxardım. Qapının yanına qoydum çöldən və oradan götürdülər onu. Əslində ora çıxarıb mən çox gülləri qoyuram. Xoşum gəlir, qəşəng görsənir, amma götürürlər. Yəqin ki kimdisə gül sevən biridir. Götürür. Heç nə olmaz. Qoy götürsün, sevə-sevə böyütsün. Belə bir fikus növüdür. Məncə yaxşıdır. Biraz susuzdur. Suyunu da verəcəm. Sonra belə bir anterium almışam. Yəni məndə anterium olub balaca. Amma mən onu böyüdə bilməmişəm. İnşallah ki bu formada olanı böyüdərəm. Üstündə çiçəkləri də var. Çox da qəşəngdir, sağlamdır. Burada 3 dənə gövdə var. Yox, 2 dənə. 2 dənədir, yəni 3 dənədir. Rahat 3 qaba əkmək olar, amma mən yer olmadığına görə onu da bir qaba əkəcəm. Və bu qədər aldığım güllər bunlardır. İnşallah bunların torpağı var, qabı var, yerləşməsi var. Yəni hələ ki bəsdir bunlar mənə. Bir də bu gülləri mən bəlkə də yorumların çoxusunda oxuyuram. Orada gülləri hardan aldığımı soruşursunuz. Deməli, mən güllərimi ən çox Günəşli Gülçülük səhifəsi var.
Oradan alıram. O da Instagram səhifəsi də elə belədir. Günəşli Gülçili. Yazsaz Instagramda belə yaşıl rəngdə loqosu, şəkili var. Oradan izləməyə ala bilərsiniz. Həm qiymətlər münasibdir orada, həm də istədiyiniz gülü tapa bilərsiniz. Məsələn, mən baxıram səhifədə görmürəm. İstədiyim bir gül var da, məsələn, bunu görmədim. Şəklini atdım ki, yəni belə bir gül istəyirəm. Xanım onu mənə təşkil elədi, göndərdi. Yenə o süd kaktusunda elə şərait yaradır. Yəni istədiyimiz gülləri oradan ala bilərik. Belə bugünlük bu qədər. İnşallah bu gülləri yerləşdirəndən sonra sizə çəkərəm. Zaten bunu dəyişməyəcəm. Bunun hazır qabı var. Bu Sansevieriyada qəşəng ağ qabda gəlib. Onu yəqin ki bu qaba bunu keçirərəm ora, onun qabını dəyişərəm. Nəsə belə bir şeylər eləyərəm. İnşallah siz də bəyənib fikir bildirməyi, abunə olmağı unutmayın. Hələlik çox sağ olun.